Salam aleyküm əziz dostlar. Bu gözəl ayda sizlə yenə görüşmək xüsusi mutlu hisslər yaradır məndə. İnşallah ümid edirəm sizdə də. Və gözəl ayda da bu gözəl ayın ideoloji baxımda davamçılarının siyasi addımlarını istəyərdim sizdən bugün belə deyək fikir mübadiləsi aparaq. Yəni bilirsiniz bugün səhər Azərbaycan xəbər portalları İstanbulun böyük şəhər bələdiyyə rəhbərinin adamlarının özünün həbsi və s. məlumatları ilə yayımladı. Burada bir mənim kimi bir telefonda bir astumu taxa. Bir çıxış elədi, həmişə o öz showman ampulasındadır. Amma burada indi Azərbaycanda əsasən həmişə Türkiyəyə aid də həmçinin səhv siyasi proqnozlar verən partiya sədrləri və s. Çünki onların mahiyyətdə siyasal İslam deyil, ideoloji baxımda onlar kemalist, ateist, liberal düşüncəli adamlar olduğu üçün həmişə Erdoğan iqtidarına, Erdoğan şəxsiyyətinə siyasi qısqanclıqla və nifrətlə yanaşıb. Sadəcə olaraq cəsarətləri çatmır bu nifrəti eləmək. Əvvəl deyirlər, amma sonra Türkiyənin böyüməsi, Erdoğanın Azərbaycanın yanında olması və sonra artıq bu cəsarəti onlarda örtbasdır edib. Amma hisslərini yenə cilovlaya bilmirlər. Ay nə bilim bu güya əvvəlki proqnozları kimi 3 il bundan qabaq, 5 il bundan qabaq eyni dedilər. AKP növbəti sessiyada məğlub olacaq. Erdoğan bu adda ümumiyyətlə İmamoğlu'nu prezident yapacaq. Artıq bunun qərarını da veriblər. Ay Avropa belə getdi, Amerika belə gəldi, təzyiqlər belə olacaq. Amma sizcə Grasmeyser, Erdoğan hansı indiyə qədər addımı bilmədən mi atır? Yəni bu siyasi Azərbaycandakı siyasi uğursuzluqlar qədər düşünmür ki, məsəl üçün İmamoğlu'nun belə üstündə bu siyasi addımlar onun belə populyarlığını qaldıra bilər. Diplom məsələsi, həbs məsələsi və ondan qabaqki məsələlər və s. Sizcə Erdoğan kimi Grasmeyser bunu sezmir? Yəni təbii ki sezir. Bu sadəcə olaraq Grasmeyserin növbəti gedişidir. İmamoğlu'nu ümumiyyətlə CHP koalisiyasını, müxalifətini qolsuz, qanatsız qoymaq. Necə PKK məsələsini həll edib Demirtaşı belə artıq əhilləşdirən Erdoğan, CHP-ni demək olar ki, siyasi meydanda tək buraxan, Davutoğlu'nu, İyi Partini, Babacanı CHP-dən uzaqlaşdıran Erdoğan, həmlə olaraq CHP-nin içindən artıq CHP-ni parçalayıb, daha da gücsüz ala çevirməyə hesablanan bu addımdır. Yəni mən bunun digər hüquqi məsələlərini qoyuram ki, burada hüquqi məsələlərində burada və digər məsələlərdə haqq tərəfləri. Mən sadəcə olaraq siyasi bir rəqabət, siyasi konjunktura, siyasi addım baxımından bunu deyirəm. Bunu Erdoğan düşünmür, amma Azərbaycandakılar düşünür. Azərbaycanda siyasi proqnozlar olur, o proqnozlar barədə daim səhv eləyənlər, istər Türkiyə barədə, istər Ukrayna barədə artıq bütün rekordları vuranlar, müxalifətçilik rekordunu vuranlar bunu anlayır və Erdoğan isə Erdoğan kimi dünya siyasətində bir nəhəng lider bunu anlamır. Təbii ki, elə deyil, təbii ki. Erdoğan növbəti satranç taxtasında, Türkiyə satranç taxtasında növbəti gedişatıdır. Gördünüz mü, bu gedişatdan sonra lirə maksimum hətta avro ilə və dollarla səviyyədə düşdü. Deyə bilərsiniz, bu İmamoğlu haqqında bu qərarlar olmasın, bu olmazdı. Yox. Erdoğan buna görə elədi. Erdoğan bütün bu lirə şantajının maksimumuna gedir və dibində gedir ki, ala, baxın bunu da eləyin, amma yenə mən ayaqda qalacağım və yenə mən qalib gələcəm. Qərbə bunu göstərir. Necə Putin qərbə göstərir ki, bütün bu sanksiyalara rəğmən yenə mən bildiyimi eləyəcəm. Sonra siz mənlə necə
masada oturacaqsınız. İndi eynən də Erdoğan digər baxımdan, iqtisadi baxımdan eləyir. Oturacaqsınız masada və mənimlə razılaşacaqsınız. Nə qədər istəyirsiniz deyilən aşağı salın. Xeyri olmayacağınız. Eynən də bu daxili siyasətdə bu addımlar da məhz buna hesablanır. Və artıq İmamoğlu prezident elan edənlər 3-5 il bundan qabaq növbəti prezident seçkilərdə AK Partiyanın uduzacağına proqnoz vermişlər. Eynən də yanılırlar, eynən də yanılacaqlar. Yanılırlar. Deyir, Erdoğan'ın da vaxtilə diplom problemini deyirlər, həbs etmişlər. O da İstanbulun baş bələdiyyə rəhbəri idi və sonra prezident oldu. İndi İmamoğlu bu yolla gedir. Bizdə bir söz var, deyir, filan kəsin ayaqqabısını geyinə bilərsən, amma onun yolunu gedə bilməzsən. İmamoğlu Erdoğan'ın ayaqqabısını geyinə bilər, amma Erdoğan'ın yolunu gedə bilməz. Onun addımlarını ata bilməz. Onu kimi yürüyə bilməz. Ona görə bu həbsin, bu hadisələrin, bu İmamoğlu'nun ətrafının həbsini, bu diplom ləğvi məsələsini, bu olayların yaxın gedişatda bir siz çözümünü və belə deyək, nə üçün edildiyini çox bariz olaraq görəcəksiniz və yenə də Erdoğan'ı nə qədər bir siyasi dahi olduğunu bir daha etiraf etməyə məcbur olacaqsınız. Məcbur kimlər olacaq Erdoğan'a? Sevməyənlər, nifrət edənlər. Amma bir daha bunu görənlər isə ona təbii ki, dəstək verənlər, onun siyasi kursunu, doğru siyasi kurs təkcə Türkiyə üçün yox, bütün Türk İslam dünyası üçün olduğunu görənlər, buna inananlar və bunu dəstəkləyənlər də inşallah bu addımın da doğru addım olduğunu birlikdə görəcəyik. Təşəkkür edirəm.